Bugünkü dərsdə biz sənədin müdafiəsi ilə məşğul olacağıq. Word proqramında faylları müdafiə etmək üçün bir neçə üsul var. Birinci üsul tam müdafiə. Yəni əgər siz sənədə parol qoyursunuzsa, o sənədi parolu bilmədən açmaq mümkün olmayacaq. Gəl baxaq bunu necə eləmək olar. Bizdə belə bir sənəd var. O sənədi başqa ad altında yaddaşa göndəririk. Fayl, saxlanit qaq, yəni yaddaşda saxlayaq. Word as papkasını seçirik. Bu qovluq bizdə həmişə avtomatik olur, seçilir. Və sənədə ad veririk. Deyək ki, dərs 67 burada verək 1 və burada tam müdafiə. Tam müdafiə. Buranı silək. Və saxlanit düyməsini, yəni yaddaşda saxla düyməsini basmamışdan əvvəl bura giririk, servis əmrinə, üçbucağı basırıq və buradan option parametri, yəni ümumi parametrlər rejimini seçirik. Burada birinci qrafada parolu yığırıq. Yəni faylı açmaq üçün paroldur. Tutalım ki 1, 2, 3, 4 belə yığırıq. Ümumiyyətlə parolları biraz çətin parolları yığmaq lazımdır ki, hər adam bu sənədi aça bilməsin. Amma o bir tərəfdən, əgər parolu yadınızdan çıxartsaz, artıq o sənədi aça bilməyəcəksiniz. Çünki Microsoft Word imkan vermir ki, hansısa bir üsullarla o parolu öyrənə biləsiniz, əgər o yadınızdan çıxıbsa. Beləliklə yığdıq 1, 2, 3, 4, OK düyməsini basırıq, bir də təsdiqləyirik parolu 1, 2, 3, 4 və OK düyməsini basırıq və yaddaşı göndəririk sənədi. 61, 67, 1 tam müdafiə. Və göndərdik yaddaşa. İndi bu sənədi bağlayırıq. Zakrit düyməsi ilə və yenidən açırıq. Belə sistem parol istəyir. Tutalım ki, parolu bilmirik, belə yığdıq nəsə. OK. Sistem sizə deyir ki, parol düzgün deyil. Yenidən bir də açırıq həmin faylı və parolu düz yığırıq. 1, 2, 3, 4 OK və sənəd açılır. Bu birinci üsuldur. Yəni deyirəm, tam müdafiə edir sənədi. Yəni parolu bilmədən bu sənədi açıb nəsə düzəliş eləmək mümkün deyil. İndi keçək ikinci üsula. Bu sənədi bağlayaq. Açırıq bu sənədi yenidən. Yenə də bu sənədi yaddaşa göndəririk. Və adını qoyuruq belə. 67 2 burada yığırıq. Yalnız oxumaq. Yalnız oxumaq. Yəni istifadəçi, başqa istifadəçilər sizin sənədinizi yalnız oxuya bilərlər. Əgər parolu bilmirlərsə. Yəni birinci halda aça da bilmirlər, amma bu halda açacaqlar, amma yalnız oxuya biləcəklər. Yenə də giririk bura, bu servisə, ümumi parametrləri seçirik
Və burada artıq bu xanada yox, bu xanada parol yığırıq. Yenə də yığaq. 1, 2, 3, 4. 1, 2, 3, 4. Okey. Təsdiqləyirik. 1, 2, 3, 4. Okey. Və yaddaşa göndəririk. Yenə də buradan çıxırıq. Bağladıq. Sənədi. Açırıq. Və tutalım ki, səhv bir parol yığırıq. Tutalım ki, belə 4, 5, 6, 7. Okey. 4, 5, 6, 7. Okey. Yəni sistem sizə deyir ki, parol düz deyil. Siz isə parolu bilmirsiniz. Amma bu halda imkan var ki, sənədə baxa biləsiniz. Basırsınız Tolka çitiyini yalnız oxumaq və görürsünüz sənəd açılır. İndi tutalım ki, burada nəsə eləmək istəyirsiniz. Ekranı çağıran belə. Və bunu yox eləmək istəyirsiniz. Bu bölməni. Delete, yaxud backspace fikir verirsiniz. Mümkün deyil. Və burada bir məlumat çıxır ki, bu əməliyyatı yerinə yetirə bilməzsiniz. Çünki sənəd yalnız oxumaq üçündür. Tam formatını dəyişmək istəyirsiniz. Görürsünüz, çıxmır işinə. Yəni, mümkün deyil nəsə eləməyə. Müvəqqəti bağlayaq. Yəni, bu sənədi yalnız oxuya bilərsiniz. Yenə də bağlayaq bu sənədi. Və üçüncü variant. Yenə də o sənədi açaq. İkinci sənədi. Bunu başqa adına yadda saxlayaq. Və üçüncü variant müdafiə. 67 3 eləyək. Bunu silək. Müəyyən məhdudiyyətlər. Yaddaşa göndəririk. Fikir verirsiniz, bu dəfə bu servisi girmirik. Yaddaşa göndəririk. Yəni məhdudiyyətlər nə deməkdir? Tutalım ki, bu sənədi siz kiməsə göndərirsiniz. Və o adam bu sənədə baxıb sizə müəyyən dəyişikliklər etməyə tövsiyə edəcək. Amma siz həmin adama bu sənəddə dəyişiklikləri etməyə icazə vermirsiniz. Buna görə də həmin adam sizin üçün müəyyən qeydlər göstərir sənəddə və o qeydlər əsasında siz dəyişiklikləri özünüz eləyirsiniz. Bunu necə eləmək olar? Keçirsiniz bu taba, resenzирование. Və burada ограничить редактирование əmrini seçirsiniz. Yəni, məhdud redaktə etmə. Belə, ikinci rejimi seçirsiniz, ограничение редактирование. Və burada göstərirsiniz ki, yalnız qeyd, примечание. Yəni, qeyd edə bilərsiniz nə isə. Görürsünüz, burada da var Tolka çitiyini yalnız oxumaq. Yəni, bu əmri də buradan seçmək olar, sənədi baxmaq üçün. Yaxud parolla. Biraz əvvəl bunu göstərmişdim, bu əməliyyat. Seçirsiniz buradan примечание, yalnız qeydlər. Və bu əmri basırsınız. Da, включить защиту. Yəni, müdafiəni qoş. Yenə də parol yığırsınız. Tutalım ki, 1, 2, 3, 4. Burada da 1, 2, 3, 4. Okey. İndi yenə də baxaq. Görürsünüz, işləmir, heç bir əməliyyat işləmir. İndi tutalım ki, həmin adam baxır ki, burada Mosbet şirkəti yazılıb, amma burada tutalım ki, Mosbet yox, Freebet olmalıymış. Buranı bağlayaq həllik. Amma özü dəyişə bilməz. Ona görə bunu belə eləyir, qaraldır. Resenzирование tabından создать примечание. Yəni qeyd yarat, basır bu əmri və bu tərəfdə açılan pəncərədə yazır ki, Freebet.
Deyək ki, belə. Yəni sizə deyir ki, bütün yerdə MOSFET-in əvəzinə FreeBit yazılmalıdır. İndi tutalım ki, həmin sənədi siz geri alırsınız. Baxırsınız ki, belə bir qeyd var. Burada dəyişiklik yerinə yetirmək istəyirsiniz. Yəni dəyişiklik aparmaq istəyirsiniz. Yenə də basırsınız bu düyməni, bu əmri, ограничить редактирование və buradan bu əmri seçirsiniz. Отключить защиту. Yəni müdafiəni ləğv edirsiniz. Parol yığırsınız və artıq redaktə eləyə bilərsiniz. İstəyirsiniz qeydi yox eləyirsiniz, sonra redaktə eləyirsiniz, redaktə eləyirsiniz, sonra qeydi yox eləyirsiniz. Tamam ki, bunu yox eləyirik. Qeydi udalить, yəni yox et. Və burada yığırsınız FreeBit. Görürsünüz, artıq redaktə eləmək olar. Və yaddaşa göndərirsiniz təbii ki, sənədi. Bax belə. Beləliklə sənədi üç cür müdafiə eləmək olar. Tam müdafiə, yəni parol qoyursunuz. Əgər parolu başqa adam bilmirsə, o sənədi aça bilmir. Yaxud yenə də parol qoyursunuz, amma başqa adamlar parolu bilmədən sənədə baxa bilərlər, yalnız baxa bilərlər və qismən məhdudiyyətlər qoyulur və sənədə baxan başqa adamlar, başqa istifadəçilər müəyyən bir əməliyyatlar eləyə bilərlər. Bax buradan. Ya qeyddə yarada bilərlər, ya formalara müəyyən məlumat daxil edə bilərlər, yalnız oxuya bilərlər. Belə. Yəni üç cür müdafiə var. Bugünə bu qədər. Təşəkkürlər.